Azərbaycanda sığorta pensiya sistemində yığım komponentinin tətbiqi və özəl pensiya fondlarının yaradılmasını nəzərdə tutan ilkin sənəd hazırlanıb. Həmin sənəd bugün Dövlət Sosial Müdafiə Fondunun Avropa İttifaqı ilə birgə təşkil etdiyi konferansda müzakirəyə çıxarılıb. Azərbaycanda sığorta pensiya sistemini tədqiq edən Avropalı ekspertlər əldə olunan nəticələr əsasında çərçivə planı hazırlayıblar. Beynəlxalq ekspertlərin iştirakı ilə keçirilən müzakirələr zamanı Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev bildirdi ki, bu planda ölkədə könüllü sosial sığortalanmanın və özəl pensiya fondlarının fəaliyyəti ilə bağlı ilkin təkliflər yer alıb. Tezliklə yekun variant seçiləcək və qanunvericilikdə öz əksini tapacaq. Bunun ümumi mahiyyəti bundan ibarətdir ki, eynilə indi dövlət sığorta pensiya sistemində olduğu kimi fərdi hesablara əsaslanan sistem qurulacaq. Bu fərdi hesablar hazırki vəziyyətdən fərqli olaraq real bank hesabları olacaq. Bura yatırılan vəsaitlər real vəsaitlər olacaq və maliyyə bazarında yerləşdirilərək artırılacaq. Həm vəsaitlərin özü, həm də onların yerləşdirilməsindən əldə olunan gəlirlər gələcəkdə vətəndaş pensiyaya çıxdıqda onun pensiya təminatına yönəldiləcək. Özəl pensiya fondlarının fəaliyyətinin təşkili ayrı-ayrı ölkələrin inkişaf səviyyəsindən asılı olaraq fərqlənir. Bəzi ölkələrdə bu könüllü şəkildə həyata keçirilsə də, bəzilərində məcburi qaydada tətbiq olunur. Elman Mehdiyevin sözlərinə görə özəl pensiya fondlarına sığorta haqlarının icbari qaydada yığılması müəyyən risklər yarada bilər. Sosial sığorta haqları üzrə bəlli bir normativ var. Həmin normativin müəyyən hissəsinin bu yığım komponentinə yönəldilməsi cari pensiya sisteminin də kəsirinə səbəb ola bilər. Çünki bugün toplanan sosial sığorta haqları şərti əmrəlik prinsipi əsasında bir avazda pensiyaların maliyyələşdirilməsinə yönəldilir və bu sosial sığortanın normativi də elə də yüksək deyil. Bunun müəyyən qədər azaldılaraq, real bank kütləsi şəklində dövrədən yayındırılaraq akumulə edilməsi və gələcəkdə investisiyalara yönəldilməsi məqsədi ilə qorunması kifayət qədər risklər özündə göstərir. Bu risklərlə üzləşməmək üçünsə Azərbaycanda sosial sığortalanmanın könüllü variantı seçilib. Vətəndaşların bu sistemdə könüllü şəkildə iştirakını təmin etmək üçün qanunvericilikdə həvəsləndirmə elementlərini